onun qızını öpdün, onda hamı səni sevdi. İndi də elədir. İndi də Ceyran xanıma böyük hörmətim var. Yəni ən azından bir stəkan qarşıma çörək qoyur, çay qoyurdu. Həmçində, yəni oğlu da mapis olmuyubdu. Harda mərdimazarlar var, nəhlət olsun ki, bizim aramıza girdi. Yəni mən köhnə söhbətə qayıtmaq istəmirəm. Bir dənə Aygün xanıma, bir dənə Yəni səni sevməkdən dedim ki, yəni səni çox istəməkləri ondan başlayır. Bir dənə həqqi də yeganə xanım, həqqi də bir də Aygünə bir sənə ürəkdən, sırf qəlbdən arzulayıram. Allah bunlara bir evlad versin, başı evlada qarışsın. Bax, ya Aslanya da düşsün, ya Ceyranya da düşsün, ya da belə qırğın qiyamət olsun. Sırf ürəyimdən gələn arzu budur. Aygünün başı öyle uşağa qarışsın. Ya Aygün ya da Ceyran ya da düşsün, ya Aslan ya da düşsün. İlahi Xudavərin, ya Rəbbim, mənim səsimə də səs verir ilahi həmçinin. Amin Allah. Allah gözəl qismət, gözəl bəxt. Gözəllərin gözəl olasan, həyatına baxasan deyəsən, ay Allah, bu həyat mənimdir. İlə xoşbəxt olasan. İnşallah, inşallah. Yəqin ki bunu, mən bu şeyləri bu dünyada yox, mən o biri dünyada savab qazanmaq istəyirəm. Yəni ki, rəhmətə gedəndə desin ki, Allah rəhmət eləsin, yaxşı insan idi. Deməsinlər, görün çatlasın, bu pis insandır, pislik eləmək istəmirəm, mənlik deyil. İndi hamı deyir ki, nə yaxşı ki, Aygünlə indi cici bacı olmuşsan, bacı olmuşsan, nə olmuşsan? Nə olum canım? Hə. Şeyliyim, neyim, amma yox. O qırğınlar qaldı qırğında. Mən yenə də deyirəm, yenə özünə də qarşı demişəm. Özü də bilirəm ki, kəşfiyyatdan məni baxır, izləyir. Mən yenə də Zaks olana kimi ümidim var idi hardasa ki, qaydar. O Zaks görəndən sonra bitdi bizimki. Gedən getdi, qalan qaldı. Sırf qəlbdən dost ola bilərəm, ailəvi dostluq istəyə bilərəm, evinə gedə bilərəm, gələ bilərəm. İndi çox adam söyüş yazanlar deyir ki, niyə getdin toyuna? Gördün ki, necə ürəkdən iştirak elədim. Necə ürəkdən, ayaqyalın oynuyordum mən. Mən ayaqyalın oynuyordum. Elədir. Orada bir nəfər var idi. Bir nəfərin acığını oynuyordum. Yəni bunu bütün millət bildi ki, kimin acığını oynuyordum. Amma o qalan mən ayaqyalın mən şeylirdim. Yəni sırf ürəkdən oynuyordum. Mən orada çörək də yemədim. Vallahi mən heç orada çörək, ancaq su içirdim, düşürdüm ortaya. Su içirdim, düşürdüm ortaya. Mən içki içmirəm. İçki içərsən, and içə bilərsən ki, mən içki içirəm. Nəysə sübut eləyə bilərsən ki, mən içki içirəm. İçmirəm, içmirəm. İçkilə elə anın bacın üstündə, ailən üstündə. Yarın sənin evində xanımlar içir ona görə. Hə, inşallah ki, bu yaxın müddətlərdə, bir 2 gün ərzində, bir həftə, 2 həftə mənim böyük orada, böyük bir sürprizim olacaq. Yəni, həqiqdə. Çünki inşallah ki, sürprizimi də inşallah ki, bəyənəsiniz. Yəni, həmən insan da bəyənər sürprizimi, Allah qoysa. Allahın köməliyi ilə, şükür. Bu bayram sahibi öz arzularla çatdırsın. Amin inşallah. Yox, ər söhbəti deyil. Orada görəcəksiniz kimə nə hədiyyəsi olacaq, kimin sürprizlərdən qarşılayacaq. Mən tərəfdən bir nəfər mən tərəfdən sürpriz olacaq. Böyük sürpriz gözlərim. Mahnı oxuyacağam. Ay balam, mən müğənni zat deyiləm, bir şey deyiləm. Sadəcə ülvi ilə oxudum da, ürəyim istədi oxudum da, ən azından bir günlük də olsa elə bir müğənni həvəsimi öldürdüm da. Arzu, əməliyyatın nə qədər pulun çıxdı? Nə qədər pulun çıxdı Arzu əməliyyata? Mənim pulum zadım çıxmadı ki. Mənim pulum çıxmadı. Allah canı sağ olsun, zar bəxş eləyib. Allah orucunu, niyyətini hasil eləsin. Atasına Allah rəhmət eləsin. Gözəl qardaşımın anasına can sağlığı. İnşallah. Nə eləyirsə balaların qabağına çıxsın bu yaxşılıq. Başqa heç nə deməm. Çünki mənə çox yaxşılıq oldu. Çox bəyən.
böyük dəstək verdi. İndi də verir, əlini çəkmir. Ta batım mən özüm ayağa durana kimi. İndi burada da mən deyirəm ki, gözəl insan niyə gecə smenini istəyirəm mən sizdən? Çünki mən saat 3-də verişdə oluram. Ondan sonra da verişdən gələndən sonra dərhal işə də gedə bilərəm. Yəni ona görə gecə smenini istəyirəm mən. Fərq eləmir, qab yandı, nə bilim paltar yumaqdır, təmizləməkdir, xadiməkdir, mən elə şeylərə pis baxmıram. Əsas olsun ki, verişdən sonra mən çox olmaz. Zal çox gözəl insandır, Zal çox gözəl insandır, dedikcə. Bəli, Allah ona da səbir versin. İnşallah biz də onları çox həyat o qədər hərəm bir taleyə gəlir ki, özü də orucdur. Orucunu Allah qəbul eləsin. Nə niyyəti var qəbul eləsin. Gözəl qardaşım, biləm kayıtlar gedirsən. Allah sənə can sağlığı versin. Allah balalarını saxlasın sənin. Nə demir, sən gözəl bir insansan da. Yəni Azərbaycanda Dilavər xanım yeqinka bir oğlan gətirib, o da zar bəxş eləyib. Çünki çox kasıfların, yıxılanların, bədbəxt olanların əlindən tutmuşsan. İnanırsan, mən çox vaxt əsəbləşirəm. Deyirəm, ay Allah, Zahrun anası baxırsa, Zahrun Hər kəsə salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Bizimlə sən verilişinin iştirakçısı Arzu TikTokda canlı yayım zamanı Aslanla olan keçmiş münasibətlərindən danışıb. O qeyd edib ki, Ceyran pis insan deyil, amma bizim aramıza girdilər. Həmin görüntüləri sizlərə təqdim edirəm. Siz də videomuzu bəyənməyi, kanalımıza abunə olmağı, fikirlərinizi yazmağı unutmayın.